Nərmin, Göytürklər birinci Göytürk dövləti nə vaxt yarandı? 552-ci ildə. Kim yaratdı? Buymin Xaqan. Paytaxtı haraydı? Ötükən şəhəri. Hansı nəsildən idilər? Aşina nəslindən. Hansı qüvvəyə qalib gəlib dövlət yaratdı? Hansı qüvvələr? Buymin Xaqan kimlərə məğlub edib öz dövlətini yaratdı? Hansı tayfanı məğlub edib? Avarları. Avarları, Juanları. Hansı Göytürk hökmdarı, birinci Göytürkün hansı hökmdarı Çin tabe eləmişdi? Muğan Xaqan. Muğan Xaqanın dövründə ölkənin qərbini kim idarə edirdi? İstəmi, qardaşı İstəmi. Yəni ümumiyyətlə Göytürklərdə ölkənin qərbini idarə edən şəxs necə adlanırdı? Yabqu idi. İstəmi iki dənə dövlətlə həm dost olmuşdu, həm də ki düşmən olmuşdu. Hansı dövlətlərlə? Sasani Bizans. Sasanilərlə müttəfiq olmuşdu hansı dövlətə qarşı? Axunlara qarşı, Bizansla Sasanilərə qarşı. Bizansla Sasanilərə qarşı müttəfiq olmuşdu. Sasanilərlə düşmənçiliyin səbəbi nə idi? Sasanilərlə deməli, İstəmi xan deyirdi ki, əvvəllər siz Ağunlara verdiyiniz vergini indi isə Göytürk dövlətinə verin də. bizə verin. Bir də ki, ticarət yollarını məhdudlaşdırırdılar ona görə. Birinci Göytürk nə vaxt parçalandı? 588-ci ildə. Hansı hissələrə? Şərqi, qərbi. Şərqinin süqutu nə vaxtdır? Şərqinin süqutu deməli 7-ci 30-cu illərində. Qərbinin süqutu? 7-ci 50-ci illərində. Göytürklərin süqutu oradan dövlət? Göytürkləri süqutu oradan dövlət Çin. Çində. Çinə qarşı Göytürklər ilk dəfə hansı üsyan qaldırdılar? 639-cu ildə Kürşə düşdü. Amma məğlub oldu. İkinci üsyan hansı üsyan idi? 7-ci əsrin 80-ci illərində baş vermişdi. Kimin başçılığı ilə? Qutlu xanın başçılığı ilə. Da ili də var da. Neçənci ildə hansı 682-də bu üsyanın nəticəsi nə oldu? İkinci Göytürk dövləti yarandı. Qutlu xan nəyə qədər qoydu türk şahzadələrinə? O əvvəllər onlar Çinli qızlar ilə evlənirdi, o sonradan türk qızı ilə evləndi. Bəli, Çinli qızlar evlənməyə qədər qoydu. Qutlu xandan sonra kim gəldi hakimiyyətə? Qutlu xaqandan sonra deməli hakimiyyətə Qapağan xaqan, Qapağandan sonra kim gəldi? Bilgər xaqan. Bilgə kömək eləyən sərkərdə kim idi? Qardaşı? Qardaşı Kültikin. Kültikin. Məsləhətçisi isə baş vəzir Tonikuk idi. Haranı tabe elədi Bilgə xaqan? Çini. Çini tabe elədi. Nə vaxt süqut elədi Göytürk dövləti? Göytürk dövləti 744-də. Kimlərin üsyanı nəticəsində? Qırğızların. Yox, Qırğızlar deyil. Uyğurların. Uyğurların süqutu nəticəsində hansı dövlət yarandı? Uyğur dövləti. Uyğur dövləti yarandı.